Salam, necəsiniz? Mən Leyla, kanalıma xoş gəlmisiniz. Bildiyiniz kimi buraxılış imtahanlarına bir aydan az vaxt qalıb. Keçən il mən də bir abituriyent olaraq eyni hissləri yaşadığım üçün son bir ayda yaşanılan o mənəvi olaraq təzyiqi bilirəm. Blok müəllimlərimiz deyir ki, bloka da vaxt ayırın, buraxılışa bu qədər enerji sərf eləməyin, yoxsa bloka enerjiniz qalmayacaq. Buraxılış müəllimləri deyir ki, onsuz da bloku 3 ay oxuyacaqsınız, ondan sonra buraxılışa son bir ayda güc verin və qalırsan ki, belə mən bloku kənara atmalıyammı, buraxılışa mı enerji verməliyəm, yoxsa blok müəllimimin dediyi kimi buraxılışa bütün enerjimi sərf etsəm, bloka həvəsim mi qalmayacaq? Bütün bu suallar və müəllimlərin dediyi ziddiyyətlər bizi tərəddüd içərisində qoyur və nə edəcəyimizi bilməməyimizə səbəb olur, müəmmalar içərisində qoyur. Buna görə də bu videoda eyni yol keçmiş bir köhnə abituriyent olaraq, tələbə olaraq sizə yol göstərmək istəyirəm. Son bir ayda necə edə bilərsiniz? Buraxılış imtahanınızın balını artıra bilərsinizmi? Məncə son bir ayda yaxşı oxumaqla ən azından 20-30 bal artırmaq mümkündür buraxılışda. Buraxılışda daha çox təməl fənlər olduğundan, məsələn ingilis dili üçün söz bazası və yaxud riyaziyyat üçün təməl lazım olduğundan, buraxılışda sizə 100 bal artıra bilərsiniz deyə bir vədlər verə bilmirəm. Amma blokda bunu eləmək mümkündür bu arada. Lakin buraxılış üçün bunu deyə bilmirəm, amma əmin ola bilərsiniz ki, son bir ay yaxşı hazırlaşsanız, məncə ən azından 20-30, 30-40 bal qaldıra biləcəyinizə inanıram. Bayaq dediyim məsələyə gəlsək, yəni buraxılışa mı çox üstünlük verməliyəm, bloku boşlamalıyammı məsələsinə gəlsək, bunu demək istəyirəm ki, daha çox buraxılışa üstünlük verməlisiniz son bir ayda, dediyim kimi, çünki buraxılış imtahanları yaxınlaşır. Amma bu demək deyil ki, bunu hissəni vurğulamaq istəyirəm, blok müəllimlərinizdən, blok fənlərinizdən çıxmayın. Son bir ayda buraxılışa daha yaxşı hazırlaşmaq adına blok məşğələlərindən, blok fənlərinin məşğələlərindən çıxan şagird, abituriyentlər çox olur. Mənim düşüncəmlə bu çox böyük bir səhvdir. Çünki daha sonra siz bir ay sonra yenidən bloka adaptasiya olmağa çalışanda həm digər rəqiblərinizdən blok fənnində geriyə düşəcəksiniz, həm də ki, həmin fənnə adaptasiya olmaq üçün daha çox çalışmalı olacaqsınız. Ona görə bunun düzgün olduğunu düşünmürəm. Blok məşğələlərindən çıxmayın. Sadəcə olaraq ağırlığınızı buraxılış fənlərinə verin. Boş vaxtlarınızı daha çox buraxılış fənləri ilə məşğul olun. Onsuz da blok müəllimləriniz son 1-2 həftə, hətta bəziləri bir ay əvvəldən sizə verilən tapşırıqları azaldırlar ki, siz buraxılışa daha yaxşı köklənə biləsiniz. Ona görə də təkrar deyirəm, blok məşğələlərindən çıxmırsınız, blok məşğələlərinə gedirsiniz, amma olan vaxtınızı, əlavə qalan vaxtlarınızı buraxılışa kökləyirsiniz. Əgər buraxılışınızı yaxşı versəniz, yaxşı nəticə əldə etsəniz, sizin blok imtahanına həvəsiniz artacaq və blok imtahanına həvəslə hazırlaşacaqsınız. Ona görə də buraxılış imtahanınızı yaxşı verməyə çalışın. Son bir ayda, yəni 30 gündə məncə çox şey eləmək olar. Onsuz da müəllimləriniz böyük ehtimal ki, sizi əlavə məşğələlərə çağırır, daha çox üzərinizdə işləyir. Mən istərdim ki, buraxılış haqqında fənn məsləhət verim. Yəni Azərbaycan dili üçün ayrı, riyaziyyat üçün ayrı, ingilis dili üçün ayrı məsləhətlər verim. Ona görə də videonu 3 hissəyə böləcəm. Azərbaycan dili, riyaziyyat və ingilis dili haqqında verdiyim məsləhətlər olmaqla. İstəyirsinizsə başlayaq. İlk öncə Azərbaycan dili fənnindən başlamaq istəyirəm. Bilirik ki, Azərbaycan dilində 70% balımızı bizə mətnlər verir, 30%-ni isə qrammatika verir. Bu vaxtı son bir ayda adam düşünür ki, mən qrammatikamı təkrarlayım, mətnlərə mi üstünlük verim? İkisini də birdən eləmək məcburiyyətindəsiniz. Belə ki, qrammatikanın balı Azərbaycan dilində az olsa da, bizə garanti olaraq bal verəcəyinə əmin olduğumuz, oxusaq yazacağımıza əmin olduğumuz Azərbaycan dilində yeganə şey qrammatikadır. 10 sualdır, 30 bal verir. Buna görə də adətən uşaqlar Azərbaycan dili qrammatikasına biganə yanaşırlar ki, yəni 30 bal verəcək, oxumasam da olar, ondan sonra mətni gücləndirim. Amma məncə Azərbaycan dili qrammatikasına da ağırlıq vermək lazımdır, ən azından oxumaq lazımdır. Azərbaycan dili qrammatikasında bəs nələri oxumalıyıq? Son bir ayda bütün qaydaları təkrarlamaq çətindir. Ona görə mən tövsiyə eləyərdim ki, xüsusi qaydaları təkrarlayasınız, hansı ki, buraxılışa 100% düşəcək qaydalar. Məsələn, fonetika. Fonetika hər buraxılışda məncə bir dənə sual olur fonetikadan və fonetika o qədər bezdirici mövzudur ki, o qədər bezdirici bir bölmədir ki, onu mən bilirəm. Çünki oxusan da həmin sualı yaza biləcəksənmi? Bu bir müəmmadır. Yəni mətn kimi bir şeydir. Oxusan da yaza bilərsən də, yaza bilmərsən də. Ona görə fonetikanı mən tövsiyə eləyərdim ki, öz adımdan son həftə oxuyun, hətta son gün oxuyun. Fonetikaya ağırlıq verməyinizi tövsiyə edirəm, amma son bir həftə ağırlıq verərsiniz. Onun yerinə hal-hazırda tövsiyə eləyərdim ki, feili təkrarlayasınız, ismi təkrarlayasınız. Feil böyük bölmədir. Bilirəm ki, yəni feildə həddindən artıq çox xırdalıq var, amma feildən də çox sual düşür buraxılışa. Ən azından 2 sual düşür.
Ona görə feili yaxşı-yaxşı təkrarlamağınızı tövsiyə edirəm. Daha sonra ismi təkrarlamağınızı tövsiyə edirəm. Sintaktik təhlildən suallar düşür. Sintaktik təhlili təkrarlamağınızı tövsiyə edirəm. Daha çox fonetikanı, ismi, feili, cümlə üzvlərini, sintaktik təhlili, sintaksisi və baş budaq cümlələri təkrarlamağınızı tövsiyə edirəm. Çünki bunlardan buraxılışda daha çox sual düşür. Və test olaraq desəniz ki, hardan işləmək tövsiyə olunar? Əslində, əgər buraxılışa aid sırf buraxılış tipli test kitabınız varsa, oradan da işləməyiniz tövsiyə olunandır. Amma məsələn, test toplusundan son həftələrdə, yəni daha yaxşı yadınızda qalmaq baxımından fonetikadan, xüsusilə orfoepiya, orfoqrafiya və fonetika bölməsində son həftə işləsəniz daha arzu olunandır. Sintaktik təhlil bölməsini, feil bölməsini işləməyiniz tövsiyə olunur. Ən azından mən tövsiyə edirəm. Azərbaycan dili testləri, məsələn, riyaziyyat test toplusunu son adresa çatdırmaq olmaz. Yəni, təkrarlamaq daha vaxt aparır. Amma Azərbaycan dili çox sürətlə test olaraq işləmək olur deyənə, demirəm bütün test toplusunu yazın, amma bu dediyim bölmələri həm qaydaları yaxşı öyrənib, həm də ki, test işləməklə qaldırmaq olar. Qarşımda mənim keçənki buraxılış vərəqəm dayanır və burada məsələn, o, bu əvəzliklərindən sonra vergülün qoyulmasıdır, məsdər feili, sifət feili bağlama şəkilçiləri, frazoloji birləşmələr, onların amonimliyi. Səhv eləmirəmsə 8 dənə amonim frazoloji birləşmə var. Onları yaxşı-yaxşı öyrənməyinizi tövsiyə edirəm. Daha sonra gələrik Azərbaycan dilində olmazsa olmaz mətnlərə. Bilirik ki, Azərbaycan dilində buraxılışda bir bədii, bir publisistik olmaqla 2 ədəd mətn düşür və mətnlər 70 bal verir, yenə bizə dediyim kimi. Onlarda daha diqqətli olmaq lazımdır. Adətən düşünürlər ki, yəni mən mətndə necə çalışa bilərəm, necə üstündə işləyə bilərəm. Çünki yəni mətn həmin an ki şans məsələsidir, həmin an ki diqqət məsələsidir və mən nə etsəm də, yəni bütün qaydaları yaxşı bilsəm də və yaxud çoxlu mətn işləsəm də, yenə həmin buraxılışdakı mətnləri %100 yazmaq həmin an ki şans məsələsidir. Həmin an buraxılışda olduğunuz, bəlkə həyəcanla mən nəsəni unudaram, diqqətsizlik eləyərəm. Ona görə də düşünürlər ki, şans məsələsidir və mən mətnlərə o qədər də yanaşmasam, çox da mətn işləməyimin bir mənası yoxdur, ondansa gedim qayda təkrarlayım deyə düşünürlər. Mən bundan razı deyiləm. Mənim fikrimcə Azərbaycan dilindən düzdür, yəni siz nə olursa olsun heç vaxt bilməyəcəksiniz ki, sizə necə mətn düşəcək və yaxud heç vaxt Azərbaycan dilindən 100 yığacağınızın da qarantiyası yoxdur. Amma üstündə işləməklə, xüsusilə vaxt qoyub işləməklə bir çox şeyin qarşısını almaq olar, yəni zəif nəticənin qarşısını almaq olar. Məsələn, Azərbaycan dilində çoxlu mətn işləməyin və bunu da vurğulayım ki, vaxt qoyaraq mətn işləyin. Çalışın ki, 20 dəqiqə ilə başlayın, azalda onu 15, hətta bəlkə 10, 12, 12-15 dəqiqəyə qədər azalda bilsəz, hal-hazırda daha yaxşı olar. Yəni, amma çalışın ki, 20 dəqiqədən uzun bir mətnə vaxt həsr eləməyin. Çünki bunun kodlaşdırması da var Azərbaycan dilinin. 20 dəqiqə hər iki mətnə, 20 dəqiqədə qrammatikaya olsa, kodlaşdırmağa vaxt çatmır. Ona görə də tövsiyə edərdim ki, mətn vaxtınızı vaxtından işləyin mətnləri son bir ayda və əlinizdən gəldiyi qədər diqqətlə və sürətlə işləməyə çalışın. Son bir ayda, məsələn, hal-hazırda sizin 30 gün və ya daha az vaxtınız var və düşünürsünüz ki, mən nə edə bilərəm? Amma məsələn, hər gün 2 dənə mətn işləməyə qarşınıza məqsəd qoyun. Belə ki, yəni mətn işləmək dediyim kimi 20 dəqiqə vaxtınızı aparacaq. Lap ilk başlarda aparsın yarım saat vaxtınızı. Gündəlik 1 saat ayırmaqla 2 mətn işləyə bilərsiniz. Çalışın bunun qabağınıza məqsəd qoyun. Mənim hətta son bir ay qalmış, əslində 2-3 ay əvvəldən bir cədvəlim var idi və hər gün 2 dənə mətn işləməyə özümə məqsəd qoymuşdum. Bu şəkildə, yəni bir ayda belə siz 60 dənə, hər gün 2 dənə mətn işləməklə ayın sonunda 60 dənə mətn işləmiş olursunuz, 60 fərqli mətn görmüş olursunuz. Yəni praktikanız daha çox artır. Mətnləri dediyim kimi vaxt qoyaraq işləyin və diqqətlə işləyin. Mətndə bilmədiyiniz söz varsa, onu lüğətinizə yazın, daha sonra təkrar eləyin. Frazoloji birləşmələrdən istifadə eləyin. Ən önəmlisi də mətnlərin meyarına baxın. Mətnlərin meyarında, məsələn, sizin yazdığınız versiya ilə meyarı müqayisə eləyin və görün ki, meyarda necə yazıb. Meyarda istifadə olunan frazoloji birləşmələrə daha çox diqqət eləyin. Ən çox test toplusunun meyarlarına xüsusi fikir verin. Digər test banklarında o meyar dimin meyarına uymaya bilər, amma test toplusunun meyarları dimin meyarları ilə birəbir üst-üstə düşür. Ona görə də çalışın ki, test toplusundan xüsusilə mətnləri işləyəndə meyarlara xüsusi diqqət edin. Baxın görün meyarda hansı frazoloji birləşmədən istifadə olunubsa, siz də çalışın həmin frazoloji birləşmədən istifadə edəsiniz. Yəni ay biraz fərqlilik edeyim, daha belə kreativ olsun deyə düşünməyin. Çünki orada sizin yazıçılığınızı yoxlamırlar, sizin bir ədib olmağınızı gözləmirlər. Onların istədiyini verin onlara, bəsdir.
Bəs mətni necə işləməliyik ki, dediyim kimi hər mətnə buraxılışda ən önəmli məsələ vaxt məsələsidir. Mən necə edeyim ki, hər mətnə 20 dəqiqədən az, 20 dəqiqə və ya daha az vaxt sərf edə bilim? Publisistik mətnlər də göz qabağındadır. Bəlkə bədii mətnlər eləyə bilərik, amma publisistik mətnləri 20 dəqiqəyə çatdırmaq bəzən bizim üçün çox çətin, hətta imkansız səviyyədə gələ bilər. Bunun üçün mən tövsiyə eləyərdim ki, birinci sualları oxuyun mətndə. Yəni məsələn, normalda bir dəfə mətni oxuyuruq, sonra hər sualda geri dönürük mətnə baxırıq və bu bizim vaxtımızı çox aparır. Məsələn, mən əvvəllər o üsulla mətn işləyəndə təxminən 40 dəqiqəyə yaxın vaxtım gedirdi bir mətnə. Çünki mətni bir dəfə oxuyuruq, həm məzmununu anladım. Daha sonra birinci suala gəlirəm, birinci sualda gedirəm, təzədən mətnə dönürəm, ikinci sualda təzədən mətnə dönürəm və bu şəkildə bu sürətlə işləyəndə həqiqətən sürətimiz çox yavaş irəliləyir və axırda görürük ki, vaxta çatdıra bilməmişik. Bunun üçün mənim tövsiyəm birinci sualları oxuyun. Buna görə də birinci bütün sualları bir-bir oxuyun. Daha doğrusu göz gəzdirin. Bir-bir diqqətlə oxumağınıza gərək yoxdur, göz gəzdirin. Məsələn, baxın görün ki, sizdən fiqurla bağlı hansı tapşırığı istəyir. Həmin sözün mənasını tapmaq istəyir, altına xətt çəkilmiş cümləni bəlkə ədəbi üslubda zənginləşdirməyi istəyir, bəlkə hər hansı bir şey orada artıqdır, onu çıxartmağınızı istəyir. Bunu bilmək üçün birinci suallara göz gəzdirməlisiniz. Sualları göz gəzdirdikdən sonra, məsələn, mən necə edirdim? Altına xətt çəkilmiş cümlə mi deyir? Və sualları oxuyanda görürüm ki, məsələn, 7-ci sualda altına xətt çəkilmiş cümləni istəyir. Mən həmin o altına xətt çəkilmiş cümlənin yanına 7 rəqəmini yazırdım ki, həmin mətni oxuyanda, altına xətt çəkilmiş cümləyə çatanda yanındakı 7 rəqəmini görürdüm və 7-ci suala gedib qayıdırdım ki, məndən burada nə istəyir. Və belə bir dəfə mətni oxuyanda artıq mən baxırdım ki, 7-8 dənə sual artıq cavablamışam. Bunun da əlbəttə ki, vaxt olaraq bizə çox müsbət təsiri olur. Və buna diqqət edin ki, bu dediyim sadəcə qrammatik suallarda keçərlidir. Yəni, məsələn, bədii üslubda zənginləşdirmək və yaxud bu abzasa aid deyil, bu cümlə aiddir, belə suallarda keçərlidir. Heç vaxt, məsələn, bədii əsərlərdə xüsusilə bizdən deyək ki, məsələn, mənim mətnimə əsasən danışsam, bizdə, məsələn, burada Hüseynqulu ağanın xüsusiyyətlərini istəyirdi. Siz bunu mətni oxuyanda, yenə, məsələn, həmin sualı oxuyursan və mətni oxuyanda Hüseynqulu ağanın xüsusiyyətlərinə xüsusilə diqqət yetirirsən. Belə suallarda bir də təhlil edin mətni, göz gəzdirin mətnə. Hüseynqulu ağa burada bəlkə ən başlarda aqressiv bir xasiyyəti var idi, amma axırda mülayimləşir. Ona görə, məsələn, siz orada aqressiv yazsınız, sizdən bal kəsə bilərlər və s. Belə mövzularda gərək ki, siz bütün mətni əl alaraq danışasınız. Amma məsələn, yanında fiqur qoyulmuş sözlər və yaxud altına xətt çəkilmiş cümlə kimi suallarda məhz mətnin bir hissəsinə istinad edir deyənə həmin sualları mətni işləyə-işləyə rahatlıqla cavablandıra bilərsiniz. Və məsələn, mətni işləyəndə bir sualda ilişib qalmayın. Yəni, məsələn, bir sualı yaza bilmirsinizsə, ümumiyyətcə Azərbaycan dilində bu biraz daha problemli bir məsələdir. Məsələn, bir mətn üzərində ilişib qalmayın. Bir mətndəki, məsələn, bədii mətndəki bir sualı yaza bilmirsinizsə, publisistik mətninizi yazın, daha sonra bədii mətnə qayıdıb həmin sual üzərində təkrar düşünün ki, həmin məzmundan biraz fikriniz uzaqlaşsın, daha təmiz beyinlə yenidən baxa biləsiniz həmin suala. Dediyim kimi, son bir ayda Azərbaycan dili üçün edə biləcəyiniz ən yaxşı şey qaydaları, xüsusilə də bayaq adını çəkdiyim ən çox düşən qaydaları təkrarlamağınızdır. Fonetikanı son həftə təkrarlamağınızı tövsiyə edirəm. Ümumiyyətcə əzbər olan hissələri son həftə təkrarlayın ki, yadınızda isti-isti qala-qala gedəsiniz. Məsələn, indi mətnləri yazanda bilmədiyiniz sözləri qeyd edin, son həftə həmin sözlərə də baxarsınız. Hər gün 2 dənə mətn işləməyə özən göstərin. Bəzi günlər olacaq ki, ümumiyyətcə vaxtınız olmayacaq, bəzi günlər olacaq, əksinə daha çox vaxtınız olacaq. Və elə günlərdə, məsələn, ümumiyyətcə vaxtınız olmayan günün yazmadığınız mətnlərini borca yazın və növbəti gün vaxtınız olanda həmin mətnləri tamamlamağa çalışın. Məncə Azərbaycan dili üçün heç vaxt gec deyil. Son anda belə nəsə eləmək olar. Hətta son həftə belə hər gün 2 mətn yazmaqla 14 mətn yazmaq olar və yaxud qaydaları təkrarlamaq olar. Azərbaycan dili haqqında məncə demək istədiklərim bu qədərdir. İstəsəniz mətni necə işləmək lazımdır haqqında da bir video çəkə bilərəm. Keçirik əksəriyyətimizin gözünü qorxudan riyaziyyata. Riyaziyyatdan son bir ayda balımızı artırmaq olarmı? Ən çox düşünülən suallardan biridir. Mən son bir ayda, yəni riyaziyyat çünki təməl istəyən bir şey olduğu üçün son bir ayda riyaziyyatın dəhşət çox artacağına inanmıram. Amma məsələn 50-nizi 60 və ya 70 eləyə biləcəyinizə inanıram. Amma artıq məsələn mən 30 bal yığıram, amma son bir ayda çalışmaqla 80 eləyə bilərəmmi? Məncə riyaziyyat üçün bu mümkün deyil. Çünki riyaziyyat təməl istəyən bir şeydir. Və əgər test toplusunu yazmısınızsa, yəni test toplusunu rahat işləyə bilirsinizsə, məncə buraxılışın
bir çox suallarını rahatlıqla yaza biləcəksiniz. Ona görə çox da narahat olmağa, təşvişə düşməyə ehtiyac yoxdur. Ümumiyyətcə riyaziyyat fənnini yazmaqda çox çətinlik çəkirsinizsə, ən çox buraxılışa düşən mövzuları təkrarlamaqla mənim fikrimcə ən azından balınızı 10 və ya 20 bal artırma şansınız var. Buraxılışa ən çox düşən suallar kompleks edədilər, çevrə və üçbucaqdan xüsusilə bu qaydaları təkrarlamağınızı tövsiyə edirəm. Buraxılış riyaziyyatı üçün ilk öncə qaydaları yenidən təkrarlamağınızı, hansı hissələrdə zəiflikləriniz varsa, həmin hissələri yenidən təkrarlamağınızı və yaxud deyirsinizsə ki, mən demək olar, məsələn, düsturlar və yaxud yadımda qalmayıb, yenidən başdan təkrarlamağınızı tövsiyə edirəm. Buraxılışda ən çox sevirlər hansı mövzulardan salmağı, çevrə və üçbucaq mövzularından salmağı sevirlər. Ədədi həndəsə silsilədən bir sual olur mütləq. Daha sonra ehtimalı çox sevirlər. Ehtimal nəzəriyyəsini məncə xüsusilə ən çox da buraxılışa salırlar blokdan çox. Natural ədədləri təkrarlamağınızı tövsiyə edirəm. Fəzanın düsturlarını təkrarlamağınızı tövsiyə edirəm. Fəzanı da salmağı sevirlər. Vektorları, funksiyanı, daha sonra çay və katet məsələlərini də buraxılışa salmağı çox sevirlər. Əgər qaydaları yaxşı təkrarlasanız və test toplusunun ən azından ilk 20 suallarını, hər mövzunun ilk 20 sualını rahatlıqla işləyə bilirsinizsə, məncə buraxılışda yaxşı nəticə əldə edə biləcəksiniz. Əgər test toplusunu zəif işləmisinizsə, dediyim mövzuların adını çəkdiyim kompleks ədədlər, çevrə üçbucaq, ədədi həndəsi silsilə, ehtimal, natural ədədlər, fəza, vektorlar, çay katet məsələləri, bunun xüsusi bir bölməsi var idi, səhv xatırlamıramsa test toplularında. Həmin hissəni işləməyinizi tövsiyə edirəm. O məsələləri də çox sevirlər. Funksiyadır, fəzadır, bərabərsizlik mövzularını, qaydalarını yaxşı bilməyinizi tövsiyə edirəm. Çünki qaydanı biləndə buraxılışdakı məsələlər çox da çətin düşmür. Qaydanı təkrarlayandan sonra əgər vaxtınız qalırsa, test toplusundan həmin mövzuları ilk 20-30 sualını işləməyinizi tövsiyə edirəm. Bir aya siz bütün test toplusunu başdan təkrarlaya bilməzsiniz. Adətən belə düşüncələr olur ki, mən bölsəm çatdıraram o bütün test toplusunu işləməyi. Belə şeyləri unudun, çünki son bir ayda bütün test toplusunu işləməyin həm sizi dəhşət çox yoracaq, həm də ki, o qədər də mümkün olan bir şey deyil. Onun yerinə siz bəzi mövzuları çox yaxşı bilmiş, qalan mövzuları isə yaxşı bilməmiş olacaqsınız. Ondansa öz zəif olduğunuz bölmələri, qaydaları xüsusilə dediyim kimi təkrarlayın, düsturları təkrarlayın, ədədi həndəsi silsilənin düsturlarını bilmirsinizsə mütləq təkrarlayın. Çevrə, üçbucaq mövzularının düsturlarını, fəzanın düsturlarını mütləq təkrarlayın. Və əgər qaydaları yaxşı bilirsinizsə, buraxılışda çox da qorxmalı bir şey yoxdur riyaziyyatında. Əgər riyaziyyatınız yaxşıdırsa, buraxılışda daha çox diqqət etməli olduğunuz məqam son 7 sualdır. Çünki son 7 sualı digərlərinə nisbətən, digərləri adətən qayda üzərində olursa, son 7 sual buraxılışda biraz məntiq əlavə eləməyi sevirlər işin içinə. O suallarda ekstra diqqətli olmalısınız və məsələn, əgər yaxşı oxuyan bir uşaqsınızsa və riyaziyyatda buraxılışdan 100 yazmaq istəyirsinizsə, bu son suallar üçün, məntiqi olan suallar üçün buraxılış tipli test kitabları var, onlardan istifadə edə bilərsiniz. Amma yenə də bəzən 1 və ya 2 sualın məntiqi qoyurlar və həmin sualları eləmək üçün yenə buraxılış anındakı, həmin imtahan anındakı düşüncə tərziniz də önəmlidir. Mən son bir ay içində riyaziyyatdan çox bal artırmağa inanmazdım, əgər blok riyaziyyatından söhbət getsəydi. Amma buraxılış riyaziyyatı daha çox qayda yönümlü, yəni bəsit qaydaları, dediyim kimi riyaziyyatın qaydalarını bilirsinizsə, məncə 50-ni keçərsiniz və əgər 100 yazmaq kimi bir planınız da varsa, bu zaman çalışın ki, son bir həftə yenə də işinizi şansa buraxmayın. Bəlkə bir düstur, hər hansı bir şey yadınızdan çıxıb deyənə son bir həftə yenidən riyaziyyatın qaydalarını nəzərdən keçirin, yadınızdan çıxan şeylər varsa onlara xüsusi diqqət edin. Bu şəkildə riyaziyyatdan balınızı artıra bilərsiniz. İngilis dili qaydalarının razılaşarsınız ki, digər fənlərdə olduğundan, riyaziyyat, xüsusilə Azərbaycan dilində olduğundan daha az material var. Ona görə də İngilis dili qaydalarını siz çox yaxşı təkrarlaya bilərsiniz son bir ayda. İngilis dili qaydalarının artikla, əvəzliyə xüsusilə diqqət eləməyinizi tövsiyə edirəm, çünki daha yaddan çıxan mövzulardır. İndi də yaxşı öyrənin, amma son bir həftə xüsusilə yenidən artikla, əvəzliyə və preposition'a göz gəzdirin, çünki ən çox yaddan çıxan və əzbər tələb edən qaydalar bu qaydalardır. Mətnə gəldikdə, İngilis dil mətnində Azərbaycan dilində elədiyiniz kimi birinci suallara nəzər yetirib, daha sonra mətni işləməyə ehtiyac yoxdur. İngilis dil mətninin üçün ən əsas vacib olan şey söz bazasıdır. Əgər söz bazanız yetərincə varsa, İngilis dil mətnlərində çox da çətinlik çəkməyəcəksiniz. İngilis dil mətnlərini işləyən zaman Azərbaycan dilində elədiyiniz kimi birinci bütün sualları yenidən oxumağa, göz gəzdirməyə ehtiyac yoxdur. Amma tövsiyə edərdim ki, definition istənilən suallara xüsusi diqqət edəsiniz. Yəni həmin suallara oxuyub daha sonra mətnə keçəsiniz.
Birinci abzasda bu sözün sinonimini tapın və yaxud ikinci abzasda bu definitiona uyğun gələn sözü tapın deyilən sualları oxuyasınız və həmin abzaslarda sözlərə xüsusilə diqqət yetirəsiniz. Və bir də söz dəyişdirmə sualında, hansı ki deyir ki, bu cümləni tamamlayın, öz sözlərinizlə tamamlayın sualında, həmin cümləni mətnini oxumamışdan əvvəl oxusanız, daha sonra mətni oxuyanda həmin cümləni tapanda altından xətt çəksəniz, vaxtınıza biraz qənaət etmiş olarsınız. Çünki mətni oxuyandan sonra həmin sualı işləyəndə, həmin cümləni tapmaq üçün yenidən bir dəfə də mətni oxumalı olursunuz ki, bu biraz sizin vaxtınızı apara bilər. Dediyim kimi, əgər söz bazanız varsa, mətndə sizin üçün o qədər də problem yaranmayacaq. Amma əgər söz bazanız yetərincə deyilsə, lüğətlərdən möhkəm yapışmağınızı tövsiyə edirəm və ən azından mətni tərcümə edə biləcək qədər ingilis dilində söz bazasına sahib olun. Söz bazası həmçinin sonuncu sualımız olan inşa üçün də keçərlidir. Söz bazamız nə qədər yaxşıdırsa və cümlə qurmaq ingilisində nə qədər yaxşı bacarırıqsa, inşa bizim üçün o qədər də qorxuducu bir şey olmamalıdır. İnşa yazmaqda tövsiyə etdiyim şeylər onlardır ki, çalışın ki, inşalarda ən azından 4-5 cümlə ilə fikrinizi ifadə edə biləsiniz. Və inşalara giriş edəndə, yəni həmin o 4-5 cümlədə birinci giriş edin, ilk cümlə ilə inşaya giriş edin, 2-3 cümlə əsas öz fikrinizi qeyd edin və sonda çıxış, yəni nəticə olaraq həmin fikri tamamlayın. Bu şəkildə yazılanda həm bu sevilən bir nümunə tərzidir. Belə olanda sizə bal vermə şansları daha çox artacaq. İnşa ingilisində biraz qorxulan hissədir, çünki həqiqətən nə qədər yaxşı oxusan da inşadan bal kəsib-kəsməyəcəkləri haqqında əmin ola bilmirsiniz. Mənim keçən ilki buraxılış vərəqəmdəki sual What can we learn from historical monuments? Tarixi abidələrdən nə öyrənə bilərik sualı idi. Və belə bir inşaya necə giriş və necə nəticə olaraq yazmaq olar? Mətnə belə giriş edə bilərsiniz ki, tarixi abidələr bizim üçün əsas informasiya mənbəyidir. Biz tarixi abidələrdən çox şey öyrənə bilərik. Bu giriş hissəniz sayılır. Belə bir cümlə giriş hissəniz sayılır. Daha sonra 2-3 cümlə öz fikrinizi yazırsınız ki, məsələn, biz tarixi abidələrdən keçmişin izlərini tapa bilərik, keçmişdəki incəsənəti təxmin edə bilərik kimi 2-3 cümlə əsas hissə yazırsınız və nəticə olaraq da adətən çalışın belə finally kimi, yəni nəticə olaraq, nəticə etibarı ilə nəhayət kimi sözlərdən istifadə edəsiniz son cümlədə. Məsələn, mən yazmışdım ki, finally what I want to say is, yəni nəticə olaraq mənim demək istədiyim odur ki, kimi çıxış cümlələri ilə də mətninizi bitirməyiniz onların gözündə daha belə sizi ağıllı şagird gözündə qoyacaq ki, yəni bu abituriyent giriş, əsas hissə və nəticə yaza bilir, yəni yaxşı bir inşa yaza bilir. Və cümlələrinizi sadə cümlələr şəklində salmaqdansa, yəni bəsit cümlələr yazmaqdansa, orta səviyyəli cümlələr yaza bilərsiniz. İnşanı yazandan sonra da həmin inşanı bir dəfə də oxuyub, həm qrammatik səhvləriniz varmı deyə, həm fikir ziddiyyəti varmı deyə bir dəfə də özünüz öz inşanızı gözdən keçirin. Gəlirik dinləməyə. Dinləmədə sizə buraxılış imtahanının özündə də dinləmə başlamazdan əvvəl 2 dəqiqə vaxt verəcəklər sualları oxumağınız üçün. Çünki dinləmə başlamazdan əvvəl həmin o sualları çox diqqətlə və yaxşı-yaxşı oxuyasınız ki, siz, yəni Azərbaycan dili mətnlərində də dediyim kimi, sizdən nə istədiyinizi, hansı hissələrdə xüsusi diqqət verməli olduğunuzu biləsiniz. Ən çox da cümlə tamamlama suallarında sizdən sifəti istəyən suallardır. Yəni açıq sualları xüsusilə diqqətlə oxuyun, xüsusilə yaxşı yadınızda saxlayın. Çünki onlar sizə digərlərindən daha çox bal verir. Listeningi birinci dəfə dinləyəndə açıq sualları cavablandırmağa öncəlik verin. İkinci dinləmədə isə qapalı sualları cavablandırmağa diqqət edin və ən sonda, yəni listeningi 2 dəfə qulaq asandan və nə haqqda danışdığına aşina olduqdan sonra mətnə ad verməyə haqqında olan sualı cavablandırın. Və əgər siz listeningi yazmağa və yaxud mətn yazmağa çətinlik çəkirsinizsə, hansında çətinlik çəkirsinizsə, onun üzərində son bir ayda praktik edə bilərsiniz. Yəni Azərbaycan dilində elədiyiniz kimi, burada da qabağınıza məqsəd qoyub, çoxlu mətn işləməklə və yaxud listeninglər eləməklə siz nəticənizi artıra bilərsiniz. İngilis dilində buraxılış tipli testləri işləyərkən, çalışın ki, ingilis dilini daha sürətli yazasınız. Çünki ingilis dil fənnini nə qədər sürətli yazsanız, yarım saata və yaxud 40 dəqiqəyə yazsanız, daha sonra 10 dəqiqədə kodlaşdırma eləsəniz, buraxılışda həmin o 1 saatdan qalan 10 dəqiqəni siz Azərbaycan dilinə və yaxud riyaziyyata zəif olduğunuz digər mövzuya verə bilərsiniz və bu şəkildə zəif olduğunuz fənn üzərində daha çox düşünə bilərsiniz. Son olaraq demək istəyirəm ki, buraxılış imtahanı çox çətin bir imtahan deyil. Yəni, özünüzü çox stresi salmayın, mən yaza bilməyəcəm və yaxud çox zəif yazacağım kimi fikirlərə qapılmayın.
Bu o demək deyil ki, tamamilə boşlayasınız, heç nə təkrarlamayasınız, amma özünüzü çox stres altına salıb özünüzü mənfiyə kökləməyin. Daha çox müsbət tərəfdən baxmağa çalışın ki, mən son bir ay yaxşı oxuyaraq, yaxşı təkrarlayaraq buraxılış balımı 20 bal artıra bilərəm və buraxılış balımı artırandan sonra bloka da daha həvəslə hazırlaşacağam deyə bir motiviniz olsun. Bu son bir ayda buraxılış imtahanından yüksək bal toplayacağam deyə özünüzü gecə-gündüz yatmamaq kimi və yaxud bütün günü, bütün enerjinizi buraxılış üçün sərf eləmək kimi bir xətaya düşməyin. Çünki buraxılışa hazırlaşmaq adına mən buraxılışda 20 bal, 30 bal çox yazacağam adı ilə özünüzü dəhşət çox yükləsəniz, gecənizi gündüzünüzə qatsanız, yuxu nədir bilməsəniz, yəni həm mənəvi, həm də fiziki cəhətdən özünüzü çox yorsanız, blok imtahanına hazırlaşmağa enerjiniz və həvəsiniz qalmayacaq. Ona görə özünüzü dəhşət çox da yükləmədən, amma bacardığınız qədər buraxılışa hazırlaşmağınızı tövsiyə edirəm. Çünki buraxılışı yaxşı yazandan sonra həqiqətən sizə bir rahatlıq gələcək ki, mən artıq bir imtahanı vermişəm, uğurla bitirmişəm və blok imtahanında hazırlaşacağam. Bugünlük məndən bu qədər. Ümidvaram ki, bu video sizə faydalı olmuşdur və ən azından gedəcəyiniz yolda istiqamətlər göstərmişdir. Bu dediklərimi əməl eləsəniz, ən azından bir qisminə əməl eləməyə çalışsanız, buraxılış balınızı artıracağınıza və buraxılışda uğurlu nəticə göstərəcəyinizə inanıram. Əgər video xoşunuza gəldisə, videonu bəyənməyi və daha çox qarşınıza çıxmağımı istəyirsinizsə, səhifəmi izləməyi unutmayın. İndi sizin üçün yol çox çətin və çox müəmmalı görünə bilər, amma əmin olun ki, buraxılış imtahanınızın nəticəsi açıqlananda yaşayacağınız sevincə dəyər. İstədiyiniz universitetə, istədiyiniz fakültəyə girdiyinizi görəndə yaşayacağınız sevincə, valideynlərinizin qüruruna dəyər. Yorulduğunuz və təslim olmaq istədiyiniz anlarda bu anları xəyal eləyin. Girdiyiniz universiteti, istədiyiniz fakültədə oxuduğunuz, tələbə adını qazandığınız anları xəyal eləyin və yolunuza davam eləyin. Sizə inanıram, uğurlar arzu edirəm. Sağ olun, salamat qalın.